%70'i Hristiyan, %2'si Yəhudi, %1 isə müsəlmandır. Din mövzusunda ayrı seçkilik yaşamağınız mümkün deyil. Amma sosial mediada və televiziyada hər cür dəyərlə məzələndiyini görəndə təəccüblənməyin. Çünki Amerikada tənqid mövzusunda həqiqətən azadsınız. Fikirlərinizi açıq şəkildə ifadə etdiyiniz üçün sizə qarşı hər hansı bir sanksiya tətbiq olunmaz. Oluna bilməz. Dövlət liderini tənqid etdiyiniz üçün heç kim sizi həbs etməz. Amma vergi, qadına, şiddət və ya ictimai asayişi pozmaq kimi mövzularda göz açıb yumunca həbsə düşə bilərsiniz. Ölkə həbsxanalarında 2,5 milyon yaxın məhbus var və onların böyük hissəsi siyasətçilər, Meksikalılar və İspanlardan ibarətdir. Yemək mövzusuna gəldikdə isə porsiyalar nəhəngdir. Əhalinin %40'ında piyələnmə problemi olduğu üçün bilinmir, amma verdiyin sifariş Azərbaycandakindən 2 qat böyük gələrsə təəccüblənməyin. Ordusuna gəldikdə isə ABŞ ordusu yarısı ehtiyat, yarısı aktiv olmaqla təxminən